Salam, hər vaxtınız xeyir olsun, hörmətli Neftçi TV izləyiciləri. Gəncə şəhər stadionunun ehtiyat meydançasındayıq və bir qədər sonra Əvəzedicilər Liqasının 8-ci turunda Neftçi 2 səfərdə Kəpəz 2 ilə qarşılaşacaq. Komandalar artıq komandaların heyətləri ilə tanış olaq, başlayaq əvvəlcə. Meydan sahiblərindən Kəpəz 2-nin heyəti bu cürdür. Qapıda 13 Nahid Bağırov, 15 Raul Məmmədov, 20 Elcan Əbilov, 72 komandanın kapitanı Nizami Səmədov. Neftçidə isə qapını 96 nömrəli Nicat Qaragözlü qoruyacaq. 67 komandanın kapitanı Fariz Xeyrullayev, 68 Nurlan Musayev, 80 Aslan Şirinov, 39 Fərhad Fərhadlı, 54 Nihad Əliyev, 82 Məhəmməd Məmmədli, 42 İsmail Qurbanlı, 57 Mir Şahbaz Şahbazov, 64 Real Fərzullazadə və 41 Ömər Nəsibov. Komandanın baş məşqçisi Rəşad Abdullayevdir. Fit səslənir və maç başladı. Komandamıza uğurlar arzulayırıq. Ötürmədə səhv Kəpəz futbolçularından İsmail Qurbanlı, İsmail və gol! İsmail Qurbanlı oyunda hesab açır. Neftçinin 42 nömrəli futbolçusu Gəncə şəhər stadionunda, Gəncə şəhər stadionunun ehtiyat meydançasında Kəpəz 2 ilə görüşdə komandasını hesabda irəli çıxarır. Rəqibin bu səhvini bağışlamır. Fit səsləndi Fərhad. Fərhadlı ötürmə qapı qarşısına Məhəmməd başla zərbə vurdu, amma dəqiq alınmadı və bununla da birinci hissə başa çatır. İlk hissədən sonra Neftçi 1-0 hesabı ilə irəlidədir. İkinci hissə başladı. Təkrar komandamıza uğurlar arzulayırıq. Həsən Mahmudov da oyuna qoşulacaq. İndi Şahmar Aşurov döndü. Fariz ona mane oldu. Çıxardı topu oradan. Zərbə və top qapıdan keçir. Mane oldu. Topu aldı. Qaydanı pozmadı. Amma uzaqlaşdırarkən top Raulun önünə düşür. İsaqovsa dərhal zərbə vuraraq topu qapıdan keçirir. Cərmə meydançasından Mir Şahbaz döndü. Ötürmə Aslan Şirinov. Allah keçdi Aslan. Gol! Aslan Şirinov hesabı yenidən Neftçinin xeyrinə dəyişir. 2-1 sıradan çıxardı və artıq qapçı ilə üzbəüz qalıb topu qapıdan keçirdi Aslan Şirinov. Həmdullah aldı topu. Məmmədovun ötürməsi. Aslan Hətəmov təkbətəkdir. Məsələni bitirmək olar. Aslan Hətəmov keçdi qapçını da. Hətəmov və gol! 3-1 Aslan Hətəmov artırılmış vaxtda hesabı 3-1 edir. Fərqi 2 topa çatdırır. Neftçinin hər iki Aslanı gol vurdu bu oyunda. Həm Şirinov, həm Hətəmov. Oyundan kənar vəziyyətdə edərsən. Bununla da maç başa çatır. Neftçi 2 Gəncə səfərindən 3 xalla qayıdır. 3 golla qazanırıq 3 xalı.